Yerin öz ətrafında hərəkəti yerli vaxt, qurşaq vaxtı bölməsinə keçirik. Bu bölmədə də yenə məsələ həlləridir. Bu bölmədə yenə məsələ həllərini çalışacağam ki, rahat həll variantlarını, ardıcıllıqlarını öyrədim sizə və bu bölmədə də biz yerin öz ətrafı həm hərəkəti ilə bağlı, həm yerli vaxt, həm də qurşaq vaxtı ilə bağlı məsələlər həll edəcəyik. Yerin öz ətrafının hərəkəti biz bilirik ki, Günəş öz ətrafında 24 saat, təqribən 24 saat qəbul olunur, gecə-gündüz dəyişir və bu yer öz ətrafında qərbdən şərqə doğru hərəkət edir. Qərbdən şərqə doğru hərəkət etdiyi üçün də deməli, hər hansı A məntəqəsi deməli, özündən sağdakindən geri, soldakından irəlidir. Çünki yer qərbdən şərqə doğru fırlanır. Buna görə A məntəqəsi ondan sağdakı məntəqədən geri, soldakıdan irəlidir. Və bu zaman biz indi hesablamalarda nəzərə alınacaq saatların tapılmasında. Sonra isə qurşaq vaxtı nədir? Qurşaq vaxtı yer kürəsində biz dedik ki, 24 saat qurşağı var. 12 saat qurşağı deməli şərq yarımkürəsi, 12 saat qurşaq qərb yarımkürəsi. Necə tapırıq? 24 saat qurşağını biz bilirik ki, yer kürə şəklindədir və kürə də 360 dərəcədir. 360 dərəcədə biz bilirik ki, bir sutkamız 24 saat qəbul edirik. Bu da bərabərdir 15. Deməli, 15 dənə 20 var, 15 dənə saat, daha doğrusu yer kürəsi 24 saat qurşağıdır və hər saat qurşağında da dərəcə fərqi 15 dərəcədir. Deməli, yer kürəsi 1 saata 15 dərəcə dövr edir. Bunu həmişə yadınızda saxlayın. Bunu həmişə deyək, məsələlərdə yazın. Bir daha deyirəm, necə tapdıq? 360-ı, yəni yer kürəsini 360 dərəcəni 24 saata dövr edirsə, 24 saata, onda tənasüb qrup tapa bilərik. Məsələn, 360 dərəcə 24 saata dövr edirsə, 24 saat. 1 saata neçə dərəcə? X dərəcə. Buradan da 24x bərabərdir 360. X də bərabər 360 bölünsün 24. Bərabər 15 dərəcə. Bunu yalnızca saxlayın və bunu həmişə məsələlərin həllindən birinci mütləq ardılıq bunu yazın. Deməli, 1 saata 15 dərəcə dövr edir. 1 saat 15 dərəcə dövr edirsə, dəqiqəni də yazaq. İkisini yazaq. Bəzən dəqiqəni, bəzən saatla hesablanır. Əsasən dəqiqələrlə hesablanmaq da olar. Saatla hansısa sizə uyğundur, hansısa rahatdır. Bu formada hesablaya bilərsiniz. Dəqiqəni necə tapırıq? 1 saatımız 60 dəqiqədir. 60 dəqiqə 15 dərəcədirsə, deməli 1 dərəcəni baxaq ki, neçə dəqiqədir? X dəqiqə. İndi gəlin buradan 15x bərabərdir 60, x də bərabərdir 60 bölünsün 15. Deməli, x bərabərdir 4 dəqiqə. 4 dəqiqə. Deməli, yer kürəsi də 1 dərəcəni 4 dəqiqəyə. 4 dəqiqə 1 dərəcə. Bunların hər ikisini yadınızda saxlayın. Məsələ həllərini. Birinci bunları yazın. 1 saata 15 dərəcə dövr edir. 4 dəqiqəyə 1 dərəcə dövr edir. Bunu yadınızda saxlayın. Yəni, buna uyğun olaraq da saat qurşaqlarını tapacağıq. Saat qurşaqlarında dedik ki, 24-dür. 12-si 180-ə kimi, 180 uzunluğa kimi olur. 12, 0-dan 12-si. Sonra 180-dən yenidən gəlib 0-a kimi qərb yarımkürəsi. Qərb 12-si. 12 saat. Cəmi 24 saat qurşağıdır. 12-si qərbdədir, 12-si şərq yarımkürəsindədir. Deməli, digər məsələ həllərində yenə izah edəcəm. Birinci məsələyə keçək. 87 şərq uzunluğunda məntəqə hansı saat qurşağında yerləşir? Saat qurşaqlarını biz dedik ki, sərhədləri 15 dərəcədən kənara çıxmır. 15 dərəcədən kənara çıxmır. Yəni, 1 saat qurşağının kənar sərhədlərin biz fərqinə baxsaq, 15 dərəcədir. Burada nə deyir? 87 şərq uzunluğu məntəqə hansı saat? Yəni, 87 dərəcə. Birinci şərq uzunluğuna baxırıq. Birinci dərəcəyə şərq uzunluğu sonra dərəcələrlə hesablayırıq. Şərq uzunluğu mütləqdir. Çünki bu qərb olsa tamam başqa olur. Hansı saat qurşağında yerləşir? Yəni 87 dərəcədə biz baxaq ki, yer kürəsi neçə saata dövr edir? Gəlin baxaq.
1 saata 15 dərəcə yazmışıq burada. 15 dərəcə 1 saata 1 dərəcə yazdım. 1 saata 15 dərəcə deməli x saata 87 dərəcə. Vəssalam. Sonra şərq qərbinə baxacağıq. Deməli, gəlin baxaq. 15 x bərabərdir 87. X bərabərdir 87 bölünsün 15. Buradan da böləndə deməli 5 dəfə 75 2 1 12. Deməli 5 düşdü, qalıq nə oldu? 12. Biz dedik ki, dərəcə məsələn deyək saat qurşağının biz bunun deməli 5-ə böldük, 15-ə böldük, düşdü 5 saat. 5 saata gedib çatdı. Deməli 5 saata getdi çatdı. Deməli 5 düşdü 12 qalıq. Bura yazdım. 5 saat hələ 12 dərəcədə qalıb. 12 dərəcə. 5 saat 12 dərəcə. Deməli getdi çatdı 5 saat getdi. 5 saata getdi çatdı oldu 75 şərq uzunluğu. Hə, 75 dərəcə getdi. İndi burada şərqdən o görə şərq yazdım. Şərq uzunluğu. Amma yenə 12 qalıb. Biz bilirik ki, bu onun orta meridianıdır. 5-ci saat qurşağının orta meridianıdır. 5-ci saat qurşağının orta meridianı, yəni 5 saatı bu qədər ki, 5-ci saat qurşağının orta meridianıdır. 15-ə hansı ədəd bölünürsə, tam şəkildə bölünürsə, bu onun hansı saat qurşağının orta meridianı sayılır. Hər hansı ədəd, deyək ki, 15-ə tam şəkildə bölünürsə, saat qurşağının orta meridianı. Bu da 75, 15, 5-ci saat 15-ə bölünür, 5 edir. İndi bunların sərhədinə baxaq. Biz dedik ki, bunların sərhəddə 15-dən kənara çıxa bilməz. 15-dən kənara çıxa. Bu 75-dirsə, o ortadırsa, 7.5 sağda, 7.5 solda. İndi burada 7.5 gələndə 80, 2.5, bu tərəfdə çıxanda 67.5. 67.5. 67.5 qərb sərhəddir, 82.5 şərq sərhəddir. Yəni bundan kənara çıxa bilməz 5-ci saat qurşağı. Amma burada deyir ki 12-dir. Baxın, qalıq 7.5-dən çoxdur. Qalıq 7.5-dən çox olanda gəlir çatır bura. Əgər qalıq 7.5-dən çoxdursa, saat qurşağının üzərinə birini gəlirik. Üstə gələk 1. Cavab oldu 6-cı saat qurşağı. Qalıq niyə 7.5-dən dedik? Axı ortadan 7.5, 7.5 sağa sola eləyirik. Buradan 15 dərəcədən kənara çıxa bilməz və qalıq 12-dir. Buradan kənar 7.5-də çoxdur, ona görə üstünə 1 gəlirik, olur 6-cı saat qurşağı. İndi elədikcə daha yaxşı yadımızda qalacaq. Gecə növbəti. Yerin öz ətrafının hərəkəti zamanı hansı məntəqənin fırlanma sürəti böyükdür? Yer kürəsinin fırlanma sürətləri ekvatordan qütbə doğru getdikcə azalır. Burada isə ən sürətli fırlanan 3-cü məntəqədir. C variantı. Yer öz ətrafından fırlanan yer kürəsi 10 dərəcəlik qövsü neçə dəqiqəyə? Dəqiqə deyirsə bununla yazırıq. Deməli 4 dəqiqə 1 dərəcə tənasüb bu formada. X dəqiqə 10 dərəcə. X dəqiqədə bərabərdir 40 dəqiqəyə. Əssalam. Cavab B. Coğrafi uzunluq hansı 15-ci saat qurşağında yerləşmir? 15-ci saat, yəni 15 dərəcə, 15 saat qurşağı deyil daha doğrusu. 15-ci saat qurşağı. Birinci 15 saat qurşağı və yaxud 15 saat hadisə uyğun gəlir. Niyə? Çünki yer kürəsi 15 saat aralığıdır. Yəni Greenwich'dən hesab edəndə 15 saat fərqi var. Ona görə 15-ci saat qurşağını gəlin baxaq ki, neçə dərəcə gedib. Yenə tənasübümüzü saatla yazaq. Saat deyir saatla. 1 saat 15 dərəcə. X saat. Ya, X saat verib. 15. 15. Burada X dərəcə. Buradan tənasüb X dərəcə bərabərdir 15 vurulsun 15 bərabərdir. Deməli 15-ə 15-ə vuranda 220
Deməli 15 vur 15 225. 225. Hə, indi bu bir şey nəzərdə tutaq, bir şeye baxaq. Deməli 15-in saat qurşağı 225-dir. Biz dedik ki, meridianlar 180-dən sağa və sola doğru və ya 0-dan sağa və sola doğru. Yəni 180-dən çox deyil. 180-dən çox olanda nə edirik? 360-dan çıxırıq 225-i. Çünki 180-dən böyükdür. 360 çıxılsın 225 bərabər 135. 135. Biz 135 180-dən çox olanda 180-dən çox olanda keçir qərb yarımkürəsinə. Və 180-dən çox keçəndə qərb yarımkürəsində buna oluruq qərb yarımkürəsi. Əgər bu dərəcə 200 180-dən böyükdürsə, bura qərb uzunluğu yazırıq. 135 qərb uzunluğu. İndi də yerləşmiş. Bunun orta meridianı oldu 135. Qərb uzunluğu. Biz bilirik ki, sağda, solda cəmi 15 dərəcədir. Ondan o yana gedə bilməz. 7.5, 7.5. Deməli, sağ tərəf olur 20, deməli 127.5 qərb uzunluğu. Sol tərəf olacaq 100, deməli 142.5 qərb uzunluğu. 142.5. Yəni bu aralıqda yerləşir. 127 qərb uzunluğu, 127.5 qərb uzunluğu, 143.5 qərb uzunluğu. Çıxsaq görək 15 dərəcə fərqləri var. İndi bu aralıqda yerləşmir. 131 qərb uzunluğu yerləşir. Bu aralıqda. 143 qərb uzunluğu bu yerləşmiş. 142.5-dən ona keçmiş. 128 qərb uzunluğu. Qərbə doğru getdikcə artır. Bəli, burada yerləşir. 140 qərb uzunluğu yerləşir. 135 qərb uzunluğu bu da yerləşir. 143 qərb uzunluğu yerləşmir. Keçən növbəti 21 saat qurşağının orta meridianını tapın. Yəni 21 saata baxaq ki, yer kürəsi necə dərəcə dövr edir. 1 saat 15 21 saat x dərəcə. Buradan da x dərəcə bərabərdir 21 vurulsun 15. X dərəcə bərabərdir 315. 315 dərəcə 180-dən böyük olduğu üçün 360 çıxılsın 315 bərabərdir 45 dərəcə. 180-dən böyük olduğu üçün olur qərb uzunluğu. Cavab C. 15-ci saat qurşağının orta meridianını tapın. 15-ci saat qurşağı yenə 1 saat 15 dərəcə 15 saat x dərəcə. Buradan da x dərəcə bərabərdir 15 vurulsun 15. Bu da bərabər 225 böyük 180-dən ona görə çıxırıq x dərəcə bərabərdir 360 çıxılsın 225. Bu da bərabərdir 135. 180-dən böyük olduğu üçün qərb uzunluğu. G variantı. 45 şərq və 35 qərb uzunluğu arasında vaxt fərqini müəyyən edir. Dərəcə veriləndə mütləq bunları saata çevirməliyik. Bir yerləşir 45 şərq uzunluğu, bir yerləşir 35 qərb uzunluğu. Bunlar arasında deyir ki, yerli vaxt fərqini. Yerli vaxt fərqini təyin etmək üçün dərəcə verilibsə, birinci bunların dərəcə fərqini tapırıq. Bunların dərəcə fərqi bərabərdir 45 şərq uzunluğu, 35 qərb uzunluğu. Bunlar fərqli olduğu üçün toplayırıq. Bu bərabərdir 80 dərəcə. Bunlar arasında dərəcə fərqi 80 dərəcə. İndi gəlin bax ki, yerli vaxt fərqi nə qədərdir? 1 saat 15. Burada dəqiqələrlə verilib. Yox, dəqiqəyə çevirək. Deməli 80, daha doğrusu 1 saat 15 dərəcə, bunlar arasında dərəcə fərqi 80-dir. X saat 80 dərəcə. Buradan da 15 vurur x bərabərdir 80.
X bərabər 80 bölünsün 15. Bu da bərabərdir. 5 dəfə düşür 75. 5 dərəcə qaldı. 5 saat var. 5 saat var. İndi isə 5 dərəcədir. Görürsünüz, dəqiqələr də var. Bir tənasübümüz necə idi? 1 dərəcə 4 dəqiqə. Neçə dərəcədir? 5 dərəcə x dəqiqə. Buradan x dəqiqə bərabərdir. 4 vurulsun 5 bərabərdir 20 dəqiqə. Deməli, üstünə də gəlirik 20 dəqiqə. 5 saat 20 dəqiqə. Cavab C. Yer kürəsi 45 dərəcə fırlanması üçün neçə dəqiqə? Dəqiqə deyirsə, yerinə qoyub yazırıq. Tənasüb. 1 dərəcə 4 dəqiqə, 45 dərəcə x dəqiqə. Buradan da x bərabərdir 45 vurulsun 4 bərabərdir 2 180. B variantı. 85 şərq uzunluğu saat 12:30'dur. Saat verir. 85 şərq uzunluğu. 85 şərq uzunluğu. 12:30. Bu tərəfə gəlirik. 155 şərq uzunluğunda saat neçədir? Yəni dərəcələr verilib. Birinci dərəcələr verilibsə, dərəcə gördüksə dərəcə fərqini tapırıq. Çünki saatı tapmaq üçün. Dərəcə fərqi bərabər 155 şərq uzunluğu 85 şərq uzunluğu. Eyni olduğu üçün çıxırıq. Bu da bərabərdir. Deməli 0 70. 70 dərəcə fərq var. Deməli bunlar üçün 70 dərəcə. Gəlin dərəcəni çevirək saata. Deməli 1 saat 15 dərəcə. X saat 70 dərəcə. Buradan da 15 vurulsun x bərabər 70. X bərabərdir 70 bölünsün 15. 4 dəfə düşür 60, 10 qalır. Deməli 4 saat 10 dərəcə qalır. İndi dəqiqə ilə, görürsünüz dəqiqə ilə var. 1 deməli dərəcə 4 dəqiqə 10 dərəcə x dəqiqə. Buradan x bərabərdir 10 vurulsun 40. Deməli 4 saat 40 dəqiqə fərq var bunlar arasında. 4 saat 40 dəqiqə fərq varsa və biz şərqə doğru gedirik. Şərqə doğru gedəndə ki, yer kürəsi qərbdən şərqə doğru fırlandıqca, qərbdən şərqə gedəndə saat irəli olur. Yəni 85 şərq uzunluğunun üzərini 4 saat 40 dəqiqə gəlməliyik ki, 155 şərq uzunluğunun saat neçə olduğunu tapaq. Çünki şərqə doğru gedirik. 12 30 üstə gələk 4 saat 40 dəqiqə. 0 deməli 1 saatımız ehtiyatda qaldı. 70 eləyir 10 dəqiqə. 10 dəqiqəni yazırıq. Deməli 10. Çünki 70 dəqiqə eləyir. 70 dəqiqəni də 1 saat eləyir. 10'u yazırıq. 1 saat yadda. 6 1 yadda. 7 cavab 17 13-20 üzr istəyirəm. 12-20 yazmışam. 13-20 gəlir. 13-20 üzərinə gəlir. Texniki səhv olub. Dəqiq üzürlüsən. Burada da 13-20. 13-20. Üstə gələ 4. Deməli, yenə eyni ilə 8. Sadəcə bir rəqəm. 18-10. Aşağıdakına baxmışam. 12 çox üzr istəyirəm. Buna baxmışam. 17-10. 12-30'dur. Deməli 12-30. 9 ilə onu dəyişik saldım. 17-10. Cavab D variantı. Sonra 125 şərq uzunluğunda yerləşən məntəqədə saat 13 olduqda Londonda saat neçə